Yaxşısı budur da xoş gördük. Son günlər tez-tez bu ifadəni eşidirəm. Uşaqlar dəyişib. Bir valideyn olaraq bu fikir məni də düşünməyə vadar edir. Bəlkə dəyişən bizik, uşaqların daha stresli, əsəbi, gərgin, valideyndən uzaq düşmələrinə səbəb elə bəlkə biz özümüzük. Elə bugün yaxşısı budur da müasir valideynlərin səhvlərindən bəhs edəcəyik. Valideynlər uşağı dinləmək üçün nə qədər vaxt ayırmalıdır? Övladı başqa uşaqlarla müqayisə etmək doğrudurmu? Niyə uşağı telefonla susturmaq olmaz? Uşaqlar özünü nə zaman dəyərsiz hiss edir? Valideyn uşağı daima nəzarət altında saxlamalı ya müstəqil fərd olaraq yetişdirməlidir? Sağlam valideyn-övlad münasibətinin formulu var? Məşhur qonağımız övladlarının tərbiyəsində hansı metoddan istifadə edir? Az sonra yaxşısı budur da. Yoldaşlarla oturub söhbət eləyirik. Deyirəm, vaxtilə uşağın atası, anası olurdu, babası, nənəsi olurdu. İndi uşağın atası, anası, babası, nənəsi telefondur. Bu bir yandan yaxşıdır, bir yandan ehtiyatlı olmaq lazımdır. Uşaqları həddən artıq sıxışdırma olmaz. Yəni o baxır cəmiyyətə, həyata, özünə uyğun şeyləri dərk eləyir. Ata, ana məcbur eləməyi müəyyən qədər eləmək lazımdır. Həddən artıq keçmək olmaz. Ancaq həddən artıq sərbəstlik də vermək olmaz. Cəmiyyət inkişaf eləyirsə dəyişmə var. Biz valideynlər də, atalar, analar, nənələr, babalar da dəyişməyə hazır olmalıyıq. O səpkidə uşaqlarımızı dəyişməsinə mane olmamalıyıq. Ancaq həddən artıq da vətənə, dövlətə, millətə yad ünsürlərin onların beyninə girməyinə imkan verməli deyilik. Valideyn ilk öncə lap uşaqlıq vaxtından uşağı ilə, evladı ilə ciddi münasibət qurmalıdır. Məsələn, uşaq deyir, onu istəyir, bunu istəyir. Get-gedə onun istəkləri, arzuları böyüyür. Valideyn hər dəfə, hə, nə yaxşı buyur, hə, gələ bunu da, hə, nə istəyirsən onu da. Uşağın biraz keyf olmayanda ürəyin nə istəyir, gəl gedək, nə istəyirsən onu alacağım, nə istəyirsən onu eləyəcəm. Ən böyük fəlakət elə buradan başlanır. 7 yaşına qədər uşağı azad buraxmaq lazımdır. Uşaqlığın yaşamalıdır, uşaq kimi oynamalıdır, uşaq kimi gəzməlidir, nə bilim, iqruşkalarını sındırmaq, özü bilər. 7 yaşından 14 yaşına qədər uşağı məcburiyyət tələb eləyir, valideyn deyən olmalıdır. Uşaq səhv də istəyə bilər, valideyn nə deyir, o da olmalıdır ümumiyyətlə. 14 yaşından sonra isə uşağa istiqamət vermək lazımdır. Artıq uşaq deyil, yeniyetmə bir insandan istiqamət vermək lazımdır. O artıq öz istədiyi kimi yaşamalıdır. 21-ci əsrin valideyn anlayışı köklü şəkildə dəyişib. İnformasiya bolluğu, sosial şəbəkələr, psixoloji maarifləndirmənin artması valideynləri daha məntiqli davranmağa yönəltsə də, paradoksal olaraq yeni tip səhvlərin yaranmasına təkan verib. Aferin balama. Bax, Fəridlə danışma, yaxşı, o uşaqdan xoşum gəlmir. Bunu etmə, ora getmə, onunla danışma kimi ifadələr uşaqları itaətkar yox, bizdən uzaq, özünə qapalı edir. Gedək səni yola salım. Araşdırmalar göstərir ki, müasir valideynlər əvvəlki nəsillərdən fərqli olaraq daha qoruyucu, daha müdaxiləçidirlər və bəzən qeyri-sabit tərbiyə strategiyalarından istifadə edirlər. Əslində keçmiş tərbiyə metoduna baxanda o qədər belə sadə gəlir ki, onun heç punktları çox da deyil. Keçmiş tərbiyə üsulunun əsas mahiyyəti nə idi? Qorxu idi və orada daha çox itaətkarlıq bizdən tələb olunurdu. Qərar verən qüvvə bizim anamız, atamız idi. Ümumiyyətlə bütün müzakirələri onlar öz aralarında edirdi. Biz sadəcə olaraq onu yerinə yetirən uşaqlar idik. İndi mən də həmin dövrün yetirməsiyəm deyə danışıram. Ona görə orada elə də çox punktlar yox idi. Yəni bütün qərar, bütün hər şeyi valideyndən asılı idi. Uşaqlar isə sadəcə olaraq buna itaət edirdilər. Amma müasir dövrdə biz daha çox müstəqil uşaq yetişdirmək istəyirik və ona görə də burada artıq ana, ata və övlad ayrı-ayrı sərhədlərdə dayanmayıblar. Bunlar hamısı birlikdədirlər. Yəni bütün bu sadaladıqlarımız bunlar birlikdədirlər və bunlar birlikdə qərar verirlər və birlikdə yol qət edirlər. Amma keçmişdə belə deyildi. Yəni hər şey itaət və qorxunun üzərində idi. Hətta bizim dünənə qədər, yəni indi artıq dövran dəyişir. Hətta evlilik məsələsinə qədər belə bizim anamız, atamız nə deyirdi, onlar nə qərara gəlirdisə, biz də onlara itaət edirdik. Amma artıq dövran dəyişibdi, həyat dəyişibdi, uşaqlar dəyişibdi, zəmanə elə dəyişibdi ki, o dövrün, belə deyim, tərbiyə üsulu artıq işləmir. Geyimlə bağlı qadağalar var, yeməklə bağlı qadağalar var, təmizliklə bağlı qadağalar var, dostluqla bağlı qadağalar var.
nəyə baxsın, nəyə baxmasın, təhsillə bağlı qadağalar var. Qadağa çox olduqca övlad məlumdur ki, onların hamısını icra edə bilməyəcək və bütün qadağalara da valideyn eyni tabu kimi baxır. Yəni bu uşaq hamısını eləməlidir. Nəticədə uşağı yükləyirik, təhsillə yükləyirik, evdə qaydalarla yükləyirik, təmizlik qaydaları ilə yükləyirik, əxlaqi normativlərlə yükləyirik və uşaq bunun altından qalxa bilmir. Valideyn-övlad münasibətləri pozulur. Uşaqda təhsilə nifrət yaradırıq. Uşaqda özümüzə qarşı aqressiya yaradırıq və get-gedə valideyn və övlad arasında boşluq və uçurum dərinləşir. Müasir valideynlər sosial mediadan ciddi şəkildə təsirlənir. İdeal ailə obrazları, ideal uşaq görüntüləri valideynlərin psixologiyasına təzyiq göstərir. Uşağa qarşı gözləntiləri artırır. Nəticədə valideynlik real ehtiyaclara deyil, görünüşə uyğun qurulur. Onlar övladlarını ideal, qüsursuz şəkildə yetişdirmək istəyirlər. Cürbəcür kurslar, təlimlər, dərs hazırlıqları. Uşağın hər sahədə uğurlu olmasını tələb edən valideyn sonda özünə inamsız fərd görüb məyus olur. Mənim böyük qızım skripka ilə məşğul idi. O özü seçim edib getmişdi. Hətta mən onun seçimindən daşındırmaq istəyirdim. O seçim etdi, getdi. 2-3 ili çox gözəl məşğul oldu. Amma sonlarında artıq gördüm ki, onun həvəsi yoxdur. O da bir çox nüanslar var idi. Amma mən israrlı oldum ki, o bir ili biz itirməyək və o musiqi təhsilini yekunlaşdırsın. Onu yekunlaşdırandan sonra onun haqqında çox gözəl rəy verirdi müəllimi ki, bundan çox gözəl skripka ustası olar, o çox gözəl müəllim də ola bilər, musiqiçi də olar və s. Amma onun üzərində işləmək lazımdır və mən valideyn olaraq çox istəyirdim ki, onun musiqi tərəfini inkişaf elətdirim. Amma bir yerlərdən sonra gördüm ki, yox, yəni mən istəsəm belə, onda artıq stop düyməsi basılmışdı və önə getmək istəmirdi. Mən həmən an nəinki skripka mövzusunu, halbuki o başlamışdı, mən davam etdirmişdim. Həmən andan sonra ümumiyyətlə ona nəyisə təklif etməyi və onu nəyisə israr etməyi demək olar ki, buraxdım. Mənə görə yaradan mükəmməldir və ondan ötəsi mükəmməl deyil. Sadəcə olaraq biz mükəmməl olmağa can ata bilərik, özümüzü yetişdirə bilərik. Ona görə mənim övladımdan mükəmməl olma gözləntim yoxdur. Nəyə görə yoxdur? Mən başa düşürəm ki, biz insanıq, bizim səhvlərimiz var, doğrularımız var və bu dünyada bunları təcrübə edərək, yaşayaraq, özümüzü yetişdirərək önə gedirik. Müasir ailələrdə bir çox qərarlar uşaqlarla birlikdə verilir. Bir növ uşaqlar prioritetləşdirilir. Əslində bu məsələ kənardan demokratik görünsə də, amma ailə daxilində sərhədlər itmiş olur. Mənbələr göstərir ki, bəzi valideynlər uşağı razı salmadan heç bir mövzuda qərar verməyi düzgün hesab etmir. Hər gün onların istəyi ilə yemək bişəcək, hər gün onların istəyi ilə evin planı qurulacaq, hər dəfə onların istəyi ilə həftə sonu keçiriləcək deyə bir dünya yoxdur. Burada hər kəsin düşüncəsi və hər kəsin istəyi vacibdir, önəmlidir və hətta elə zaman ola bilər ki, valideyn kimi, bir ana kimi bildirirəm ki, sabahları mənim heç buna vaxtım yoxdur. Anlayıram sizi, amma mənim bunu sadəcə olaraq vaxtım yoxdur və imkanım yoxdur. Burada yenə deyirəm, əgər valideynlər, ana olsun, ata olsun, öz övladı ilə doğru dildə danışırsa, o danışığın içində hörmət varsa, o danışığın içində anlayış varsa və bunu hər dəfədə qarşı tərəfə, övladlarına bildirirsə, burada artıq anlaşma olur və burada o dediyiniz nüanslar, ərköyün böyütmək və s.dən çıxır. Ona görə ərköyünlük o zaman olur ki, biz özümüzü kənara qoyuruq və bütün üstünlükləri onların hesabına ötürürük ki, onlar istəyən kimi olsun. Biz bəzən valideynlərdən belə söz eşidirik ki, işləyirəm, çalışıram, vuruşuram ki, onların həyatı gözəl olsun, onların çatışmayan şeyləri olmasın, qoy onlar gözəl həyat yaşasınlar və s. Yəni, sanki biz özümüzü övladlarımızdan ayırırıq. Amma halbuki biz hər birimiz valideyn olaraq da, ailə olaraq da çalışmalıyıq ki, bizim hər birimizin güzaranı gözəl olsun. Bizim hər birimizin fikri burada əsas olsun. O demək deyil ki, uşaq dedi mütləq şəkildə olmalıdır. Filankəsin oğlu 5 yaşında oxuyurdu. Bax, bacın səndən daha ağıllıdır kimi ifadələr uşaqlara mənfi təsir göstərir. Onların öz dəyərlərini aşağı hiss etməsinə səbəb olur. İlahi, kim müqayisəni sevər? Bax, siz sevərsiniz kimlənsə müqayisə elə. Mən sevmərəm. Nəinki sevmərəm? Orada mən elə bir yara alaram ki, bəlkə də mən ömür boyu o yaranı sağalda bilmərəm. Hətta valideynlər bəzən belə bir səhv edirlər ki, kimdən müqayisə edirəm? Doğma bacısıdır, qardaşıdır.
doğma bacı, qardaş olsa belə onlar ayrı-ayrı insanlardır. Ümumiyyətlə insanları kimlənsə müqayisə deyil. Daha yaxşısı olar ki, elə insanın özü ilə müqayisə edəsən. Yenə də böyük qızımı deyəcəm, atletika ilə məşğuldur. Onun ümumiyyətlə atletik bədən quruluşu var, amma biz hər zaman onun şəkillərinə baxanda deyirik ki, Sara, məsələn, sən idmanla məşğul olmadan öncə və indi aranızda gör necə də bir fərq var. Bax, bu müqayisə edilə bilər. Hardaydın və indi necəsən? Və yaxud da ki, bundan sonra nə ilə məşğul olacaqsan? 3 ay, 5 ay sonra səndə necə bir dəyişiklik baş verə bilər? Bax, bu müqayisə sağlam müqayisədir. Onun özünə xas olan bir müqayisədir və bu onu incitməz. Amma evdə, nə bilim, filan kəs səndən daha yaxşıdır, daha çox oxuyur, bax, filan kəsin qızı daha gözəldir, daha tərbiyəlidir, daha anasına bunu yaralamaqdan başqa, zərər verməkdən başqa heç bir müsbət bir dənə də olsun cəhəti yoxdur ki, deyim, mən də istifadə edim, gəlin siz də istifadə edin. Yoxdur belə bir şey. Uşaqların tərbiyəsində ağır cəza üsulları yol verilməz haldır. Məhz bu tip cəzalar uşaq psixologiyasında dərin izlər buraxır. Həmçinin tərbiyə prosesində yaş xüsusiyyətlərinə də diqqət etmək əhəmiyyətli məsələdir. Hər yaş dövrünə aid xüsusiyyətləri bilmək üçün valideyn oxumalı, maariflənməlidir. Baxın, bu belə olmur ki, mənim övladım bir gün öz yatağını yığır, sabahsı günü mən yığıram, 3-cü günü yenə evdə tutam özü yığır. 5-ci gün mən yatıram, yuxudan oyanıb deyirəm ki, sən yatağını yığmamısan, mən səni cəzalandırıram. Bu belə işləmir. Əgər siz doğrudan da nəyisə qaydasını qoymaq istəyirsiniz və qayda pozulanda onun cəzasını tətbiq eləmək istəyirsinizsə, bunu övladınızla mütləq danışacaqsınız. Danışacaqsınız ki, bizim evimizin bir qaydası var, bir qanunu var. Deyək ki, ən sadəsi, yatağını yığmalısan, nə bilim, səhər rutində bunu etməlisən, onu etməlisən və s. Hansı bir qaydanız var. Amma bunlar olmazsa, bizim cəzamız bu olacaq. İşte bilmirəm, həftə sonu dostlarınla mı görüşməyəcəksən, nə bilim, hər hansı bir əyləncəyə mi qatılmayacaqsan, artıq nədirsə sizdə. Öncədən bax belə sakit şəraitdə danışılmalıdır və anlaşılmalıdır. Sizin uşağınız üçün sürpriz olmamalıdır ki, mən heç bilmirdim, amma sən məni cəzalandırdın. Və ümumiyyətlə cəzanın içində qorxu var, hədə var. Mən bu cəza sözünü nəticə ilə əlaqələndirmişəm, yəni nəticə ilə əvəz eləmişəm və demişəm ki, əgər sən bunu etməsən, nəticəsi bundan ibarət olacaqdır. Və dediyim misalları mən öz övladlarımla da həyata keçirmişəm ki, məsələn üçün həftə sonu dostlarınla görüşməyəcəksən. Bu onun üçün cəzadır, yəni nəticədir. Amma bunu doğru dillə danışanda və müzakirə edəndə öncədən məsələ o yerə gəlib çatanda, məsələn deyirəm ki, yatağını yığmadın. Necə olacaq bunun nəticəsi? Deyir ki, heç nə də həftə sonu dostlarımla görüşməyəcəm. Artıq nəticəni özü bilir və ona görə çaba göstərir. Ona görə çalışır ki, məsəl üçün onun boynuna düşən məsuliyyətləri yerinə yetirsin. Bizim həyatımızın hər bir yerində o məsuliyyətlər var və biz bilirik ki, onu yerinə yetirmədikdə bizi hansı cəzalar gözləyir. Hətta onun kitabı var. Biz bilirik ki, nə etsək onun nəticəsi necə olacaq. Ona görə bunu açıq şəkildə, gözəl şəkildə övladlarımızla danışsaq, onlar da o cəzanı çəkəndə ən azından sizə qarşı nifrət olmayacaq, sizə qarşı kin olmayacaq, kidurət olmayacaq, aranızda körpüləri yandırmayacaq. Əksinə, başa düşəcək ki, bəli, bu hərəkət idi və bunun da nəticəsini biz danışmışdıq, belə də oldu. Uşağın sənin yanına gəlib bir rəsmini göstərəndə və yaxud da ki, məktəbdə olan hansısa uğurundan danışanda sənə nə qədər bu kiçik və cılız gəlsə də belə bu uşaq üçün çox böyükdür. Və bunu sənə ona görə göstərir ki, bu özünü sənin yanında sübut eləmək istəyir və sənə başa salmaq istəyir ki, gör necə gözəl bir şəkil çəkmişəm. Əslində bununla demək istəyir ki, bunu sənin sevgivə görə çəkmişəm. Sən məni ilə fəxr edəsən deyə bunu çəkmişəm və yaxud da mənə sevgi verəsən deyə çəkmişəm. O rəsmin böyük və kiçiliyinə uşaq orada baxmır. Onun arxasında yatan sevgidir. Bizlər nə edirik? Çox təəssüf olsun ki, bəzən o rəsmə baxmırıq. Deyirik ki, qəşəngdir. Uşaq başa düşür ki, onun etdiyi bu sevgi nümunəsi sənin üçün dəyərsizdir. Və sonradan da biz övladlarımızı itirdiyimizdən danışırıq. Övlad bizi başa düşmür. Övlad niyə aqressivdir? Övlad niyə məni sevmir? Bu cür biz şikayətlər edirik. Bunun kökü sənin dəyərsiz bilib o baxmadığı rəsmdən başlayır. Və yaxud da hansısa sinif yoldaşı ilə olan problemini, müəllimin ona olan o yanaşmasından danışır. Əslində uşaq biz elə bilirik sənə gileylənir. O gileylənmək istəmir, o səninlə ünsiyyət qurmaq istəyir. O sənin sevgini görmək istəyir. Mən də sənin həyatında varam fikrini sənə vermək istəyir. Ancaq bizlər onu görmürük.
öz aləmimizdə və öz baxışımızla baxırıq. Deyirik ki, bu kiçik məktəb problemini mənə danışır. Bu nə qədər çox danışır. O qədər valideynlər eşidirəm. Uşağına deyir ki, sən nə qədər sual verirsən. Uşaq sual verirsə, deməli səni sevir. Uşaq sual verirsə, deməli sən onun üçün önəmlisən. Vay o gündən ki, uşaq sual verməsin. Sənə sual vermirsə, deməli bu sualı verir rəfiqəsinə, verir dostuna, özündən böyük yaşlı hansısa bir məhəllə uşağına bunu verir və bu o deməkdir ki, sevgini onlardan gözləyir. Və bu artıq valideyn və övlad münasibətlərinin sonudur. Müasir valideynlərin iş həyatı, sosial şəbəkələrdə aktivliklərini qorumaq istəyi övladları ilə keyfiyyətli vaxt keçirmələrinə mane olur. Belə olan halda uşağın hər bir maddi istəyi yerinə yetirilsə də emosional bağı zəifləyir. Sonuncu dəfə nə vaxt övladınla birlikdə dərin söhbət etmisən sualına bir çox valideyn təəssüf ki, cavab verə bilmir. Valideynlərin və emosional bağın valideyn və övlad arasında gücləndirməyin ən mükəmməl yolu ünsiyyətdir. Və bu ünsiyyət deyəndə bir yerdə oturmağı nəzərdə tutmuram. Valideyn televizora baxır, uşaq telefonda başını qatır. Bu yenə də ünsiyyət sayılmır. Ünsiyyət deyəndə mən insani ünsiyyəti nəzərdə tuturam. Sən ona sual verirsən, o sənə sual verir və fikrin də övladında olur. Yəni mən ünsiyyət etməliyəm adı ilə. Sən ondan danışsan, fikrin başqa bir yerdə olsa, gözün telefonda olsa, bu yenə də ünsiyyət sayılmır və bu yenə də o mənəvi bağları valideyn övlad arasında yaratmayacaq. Valideyn enerjini və sevgini verməlidir və uşaq da bunu almalıdır və bunu hiss eləməlidir ki, valideynimin diqqəti məndədir və bu məni sevir. Deməli, bir yerdə vaxt keçirmək lazımdır, ünsiyyət etmək lazımdır, danışmaq lazımdır. Yaxşı, bunun vaxtı və tezliyi nə qədər olmalıdır? Müasir Azərbaycan və dünya ailələrində bu cürdür. Ağır iş rejimi ilə çalışıram, qışda bir həftəlik, 10 günlük istirahət götürəcəm, onda ünsiyyət edəcəm. Bu yanlışdır. Yəni, övladın qışda və yay istirahət günlərində sənin sevgi və ünsiyyətə ehtiyacı yoxdur. Onun mütəmadi və gündəlik o ünsiyyətə ehtiyacı var. Sən necə qidaya, sən necə istirahətə, sən necə mənəvi hansısa bir ehtiyacların gündəlikdirsə, uşağın da o ünsiyyətə, o valideynin sevgisinə, valideynin mənim həyatımda var düşüncəsinə gündəlik ehtiyacı var. Hər zaman deyirlər, necə istəyirsən sənə davransınlar, elə davran. Və bu davrandıqlarımız elə bizim övladlarımızdır. Mənim ona davranışımda onu qane etmək, onu xoşhal etmək deyil. Davranışımda budur ki, bax mən eyni zamanda belə davranılmağı seçirəm və belə davranılmağı sevirəm və doğrudan da onun o otağa daxil olmaq, icazəsiz hansısa əşyasına toxunmaq, bu şey o qədər gözəl anlayıram, o qədər gözəl hörmətlə yanaşıram ki, mənim övladımdır deyə etmirəm. Hər hansı bir başqa bir insan da olsa eyni münasibəti göstərərəm deyə edirəm. Yaxşı nümunə olmaq çox vacibdir. Unutmayın, valideyn qəzəbli, səbirsizdirsə, uşaq da eyni davranışı təkrarlayır. Axı uşaq dediklərimizi yox, etdiklərimizi öyrənir. Mənə görə nümunəvi valideyn olmaq bircə kəlmədir. Mən bunun haqqında bütün kitabları da, sözləri də, cümlələri də boş vermişəm. Nədir mənim üçün nümunəvi valideyn? Əgər biz görürük ki, ana, ata öz üzərində işləyirsə, daima özünü inkişaf elətdirirsə, özünün ən yaxşı forması, versiyası üzərində işləyirsə, o nümunəvi bir insandır. Və bunu görən övlad başa düşəcək ki, hə, mənim anam, atam bu qədər özlərində çalışır, özünə əmək verirsə, bu ən gözəl, ən real nümunədir ki, uşaq baxsın böyüyünə, öyrənsin. Ona görə deyirlər ki, armud dibinə düşər. Armud dibinə düşərsə, biz elə bir ağac olmalıyıq ki, o armud ora düşməyindən heyfslənməsin və yaxud da ki, bir ömür boyu təəssüf hissi keçirməsin ki, ilahi, mən necə bir ağacın bəhrəsiyəm. Ona görə bax, valideynlər nümunəvi valideyn olmaq üçün hər zaman öz üzərində işləməlidir. Uşaq öz həyatında valideynin olduğunu, onu sevdiyini, onun qayğısını hiss eləsin. Bu bəzən pulsuz da həyata keçirilir. Heç bir pul ayırmadan valideyn bu hissi ona yaşada bilər. Bəzənsə dünyanın pulunu tökürsən, övlad yenə də o hissi səndən ala bilmir. Ona görə önəmli olan o hissdir. Onun da pulla, maddi bir meyarlarla, hansısa bir düsturlarla bir ölçüsü yoxdur. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir.
Araşdırmalar göstərir ki, ailə ilə müntəzəm yemək yeyən uşaqlarda stress və davranış problemləri daha az olur. Həmçinin ailədə valideynlərin arasında nüfuzun qorunması uşağın əqli, psixi, əxlaqi tərbiyəsində son dərəcədə önəmli rol oynayır. Uşağın valideynlərlə münasibətində onların qarşılıqlı duyğularının, davranışlarının təsiri böyükdür. Yəni ailədə ata və ana bir-birlərinə qarşı hörmət, qayğı və sevgi ilə yanaşarlarsa, uşaqların da onlara münasibətləri eyni ilə belə olacaq. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili və onun gözəl göyçək balasıdır qonağım, Mironur bəy. Xoş gəlmişsiniz, necəsiz? Xoş gördük, yaxşısınız, necəsiz? Biz yaxşıyıq. Mövzumuz övlad və valideyn münasibətləri olduğuna görə düşündük ki, elə hər ikinizi dəvət etsək yaxşıdır. Sizcə, Gültac xanım, siz müasir valideynsiniz, yoxsa ənənəvi valideyn? Görünüş ki, müasir görünsəm də əslində mən ənənəvi valideynəm, amma müasir olmaq yolunda mübarizə aparıram ki, tam da müasir olmaq istəmirəm sözün açığı, amma hal-hazırdakı dönəmdə ənənəvi valideyn olmaq da bir işə yaramır. Yəni, nə mənada işə yaramır, ciddi problemlər gətirir özü ilə. Sizcə, valideynlərinizin etdiyi hansı səhvi indi siz övladlarınızın tərbiyəsində etməməyə çalışırsınız? Valideynlərimiz həmişə, ən çox da anam, mənə şəxsən öyrədib ki, fədakar olmaq lazımdır. Çünki mənim anam özü də fədakar qadındır. Qonaq gəldi, ən yaxşısını bu qabı qonağa saxlamaq lazımdır. Qonaq konfeti, qonaq... Mən belə şeylərin tamamilə əksinəyəm. Çünki evimizin ən əziz, ən dəyərli qonağı elə biz özümüzük deyə düşünürəm. Ən yaxşı yeməyi də təbii ki, amma bir məsələ var ki, bunu mən anamdan öyrənmişəm. Yeməyin yaxşı yerini ataya saxlayırıq, ata ilə bərabər süfrəyə otururuq. Bu kimi dəyərləri mən də qoruyub saxlamışam, amma ən yaxşı qabda da biz yemək yeyirik, ən gözəl fincanda da çay içirik. Elə Onur buradakən Onura da bir sual verək. Səncə, ananın sözü sənin üçün keçərli olur, yoxsa atanın? Əslində, hər ikisinin də sözü daha çox keçərlidir. Çünki onlar bizdən böyükdülər. Onlar bizim tərbiyəmizə baxırlar. Onlar bizim böyüyəndə yaxşı olmamız üçün, igid, necə deyim, belə... Cəmiyyətə yararlı yəqin ki. Cəmiyyətə yararlı olmaq üçün hər şey eləyirlər, əlindən gələnləri eləyirlər. Hər ikisini onu da sevirsiniz, belə başlamışdım. Hər ikiniz istəyir Hüseyn bəy, istəyir Gültac xanım, siz özünüz sosial şəbəkələrdə də, adi biz özümüz də dostuq, dostluğumuzdan da bilirəm ki, övlad sevərsiniz. Övladlara qarşı xüsusi bir həssaslığınız var. Bəs olubmu heç onların tərbiyəsində Hüseyn bəylə hər hansısa bir sözünüz üst-üstə düşməyib və bu belə bir ayrı seçkilik yaradıb aranızda? Olur, nə deyir Günel xanım? Olur belə şey, olur. Hüseyn üzdən, yəni görünüşcə, zahirən çox müasir ataya bənzəsə də o bildiyiniz o ənənəvi, o 80-ci illərin, 90-cı illərin atasıdır, düzdür. O övladlarından həm də dostdur. Çünki rəhmətli Hüseynin atası da Hüseynlə dost kimi idi. Onlar evdə danışanda mən elə bilirdim ki, bunlar iki eyni yaşlı adamdır. Mən Hüseynin atasının böyüklüyünü, zəhmini hiss edirdim, çünki mən onun evladı deyiləm. Hüseyn də hiss edirdi, amma onlar görüşəndə, salamlaşanda, hansısa bir mövzunu müzakirə eləyəndə sanki iki eyni yaşlı adamı görürdüm. İndi eyni münasibəti Hüseynlə uşaqlar arasında da görürəm. Bu o qədər ürək açandır, o qədər xoşdur. Övladlarınızla dost olun, amma onları nəzarətsiz qoymayın. Mən 100%'lik dostluq təmin etmirəm. Dostluq, amma nəzarətim də hər zaman üstündədir. Heç bilmədiyi yerdə onu elə izləyirəm, elə araşdırıram. Hansı işdə çalışırsınız, çalışın. Hansı peşədə olursunuz, olun. Həyatınızın hansı dönəmindəsiz, yaxşısınız, pissiz, depressiyadasınız. Onlar bizi seçmir. Biz onları istəyirik, seçirik. Onlara sevgi vermək, onlara təhsil vermək, onlara gözəl həyat vermək, gözəl ev, gözəl yaşayış təmin etmək bizim borcumuzdur. Hər dəqiqə başı ona sənin üçün bunu eləmişəm, sənin üçün bunu eləmişəm demək tamamilə yanlış fikirdir. Çünki biz ana olmaq istəmişik. Allah da bizə o
mükafatla mükafatlandırıb. İndi də onları qorumaq, sağlam vətəndaş kimi cəmiyyətdə yetişdirmək bizim valideyn borcumuzdur. Gözəl valideyn və gözəl övladlarınızın olması diləyilə. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Bugünkü araşdırmamızdan bir valideyn olaraq mənim də çıxardığım nəticələr oldu. Anladım ki, uşaqla səmimi qayğıkeş münasibət həddində olmalı. Telefonlardan uzaqlaşıb, onlarla yaşlarına uyğun şəkildə keyfiyyətli zaman keçirməliyik. Çünki sevgi, hörmət və dəyər görən uşaq eyni ilə sizə də hörmətlə qarşılıq verəcək. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik!